Verilmiş iqlim diaqramına uyğun gələn məntəqəyə aid olan xüsusiyyətlər. Ümumiyyətlə, ilk növbədə diaqrama bir nəzər salaq. Diaqrama baxsaq görürük ki, burada orta il ay ərzində, il ərzində ən isti temperatur 7, 8, 9-cu aylar, yəni iyun, iyul, avqust aylarına daha çox cərəyan edir. Ən aşağı temperaturlar isə yanvar və dekabr aylarına düşür ki, və bu aylarda da temperatur 0-10 dərəcə Selsi arasında dəyişir. Demək ki, bu ərazinin yay ayları isti, qış aylarının isə mülayim olması gözlənilir. Yağıntıları isə nəzər salsaq, əsasən yağıntılar burada qış aylarında daha çox, yay aylarına doğru isə yağıntıların miqdarının kəskin azaldığını görürük. Demək ki, buradan da bir nəticə çıxır ki, bu ərazinin əsasən yay ayları isti və quru, qış ayları isə mülayim və yağıntılı keçir. Demək ki, biz variantlarımıza nəzər salaq. 1. Yay ayları isti və quru keçir. Bəli, dediyimiz kimi bu bənd doğru bənd oldu. 2. Cənub yarımkəsəri. Xeyr, bu ərazi cənub deyil. Çünki dediyimiz kimi ən isti aylar iyun, iyul, avqust aylarına düşdüyündən cənub yarımkəsəri bu dekabr, yanvar, fevral aylarına düşməli idi. Bu bənd yanlış bənd olacaq. 3. Qış ayları mülayim keçir. Bəli, gördüyümüz kimi yanvarda və dekabr aylarında burada temperatur 0-10 dərəcə arasında müsbət qaldığından, ona görə bu ayın qışı mülayim sayılır. Mülayim dəniz iqlim tipində yerləşir. Xeyr, bu ərazi əsasən subtropik iqlim qurşağının Aralıq dənizinin tipinə düşür və bu demək ki, bu da yanlış bənddir. 5. Hindçin yanğı. Xeyr, Hindçin yanğı subekvatoral, yəni əsasən mussonların təsiri altındadır və o ərazilərdə yağıntılar əsasən yaylarla düşür. Demək, bu bənd də yanlışdır. Və 6-da fəsillərin növləşməsi aydın seçilir. Bəli, subtropik iqlimlərdə fəsillər tam şəkildə aydın qaydada seçilir. Belə ki, bizim burada doğru bəndimiz 1, 3 və 6 olacaqdır.